Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Nəzirxan Ağaxanovu oğurlayaraq üzərində nalayiq hərəkətlər etməklə ona xəsarətlər yetirən dəstənin üzvü Kamran Rızayevin məhkəmə prosesi başa çatıb. Referans mediaya Teleqrafa istinadla məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən K. Rızayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu dəstənin digər üzvləri Səlim Əliyev, Murad Rızayev, Şücaət Rızayev, Samir Hüseynov, Əhməd Əzizov, Müştəba Əliyev, onun oğlu Təbriz Əliyevin cinayət işi ayrıca icraatda aparılıb. İstintaqla müəyyən edilib ki, Sabunçu rayonunun Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov TikTokdakı hesabında kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan mərhum qanuni oğru Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələrin yer aldığı video paylaşıb. Bundan sonra Nəzirxanın paylaşımlarını görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib. Onlar Nəzirxanı Zabrat qəsəbəsi ərazisində Qazel markalı avtomobilin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, daha sonra toyuq hinə salıblar. Bundan sonra həmin şəxslər öncədən gətirdikləri qırmızı rəngli gəlinlik paltarını onun əyninə geyindirərək paylaşımlarına görə üzr istəməsini tələb edib, üzr videosunu çəkərək sosial şəbəkələrdə paylaşıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar. Təqsirləndirilən şəxslərdən biri 2007, digəri isə 2008-ci il təvəllüddür.